Təsəvvür edin, 12 yaşına qədər avtomobil nədir bilməyən, qısa şalvarı və dar gödəcəsi ilə kasıblığından utanan bir ferma oğlanı günlərin bir günü gələcək və yalnız bir il ərzində kitabının düz 30 milyon nüsxəsini satacaq. Hər kəsə salam və bugünkü icmalımıza xoş gəlmişsiniz. Bugün biz tarixin bəlkə də ən təsirli şəxsiyyətlərindən birinin, Dale Carnegie'nin bizə qoyub getdiyi o möhtəşəm irsdən danışacağıq. Və inanın mənə, o kəskin təzad, o kasıb oğlanın zirvəyə yüksəlməsi, onun bizə öyrədəcəyi həyat dəyişdirən dərslərin sadəcə başlanğıcıdır. Bugün nələrin üzərindən keçəcək? Çox qısaca baxaq. Birinci, kasıb fermerdən dünya şöhrətinə gedən yol. İkinci, ünsiyyətin qızıl qaydaları. Üçüncü, uğurlu natiq olmağın sirləri. Dördüncü, o bitib tükənməyən narahatlığa son qoyub əsl yaşamağa başlamaq. Və nəhayət beşinci, bütün bunları götürüb dərhal bugünkü həyatımıza necə tətbiq edə biləcəyimiz. Odur ki, hazırsınızsa, dərhal başlayaq. Birinci hissəmiz kasıb fermerdən dünya şöhrətinə. Bəs bu əfsanəvi mentor necə formalaşdı? Bilirsiniz, Carnegie'nin bu qədər sevilməsinin bir səbəbi var. Onun məsləhətləri havadan və ya imtiyazlı bir həyatdan yox, çox böyük çətinliklərin içindən gəlir. Baxın, 1888-ci ildə Missouri'də kasıb bir fermada doğulmuşdu. Hər gün inəkləri sağmaq üçün evə qaçan, yoxsulluğu ilə barışa bilməyən o uşaq, özündəki bu natamamlıq kompleksini sındırmaq qərarına gəlir. İdmana filan o qədər də həvəsi və bacarığı yox idi deyə, diqqət mərkəzinə düşməyin yeganə yolunu ictimai çıxışlarda və natiqlikdə tapır. Və bu qətiyyət onu 1912-ci ildə New Yorkda dərs deməyə, 1936-cı ildə isə kitabı 30 milyon nüsxə satan bir yazıçıya çevirir. Təsəvvür edirsinizmi böyüməni? Və bura diqqət edin, 15 min. Bəli, düz eşitdiniz. Dale Carnegie şəxsən 15 mindən çox mütəxəssis və biznesmenə təlim keçib. Özü də sıradan yerlər yox, dövrünün ən mühafizəkar, ən iri korporasiyaları belə onun metodlarının işgüzar mühitdə nə qədər güclü işlədiyini görüb, bu kursları öz ofislərinə gətirirdilər. Yəni, bu rəqəm sadəcə bir statistika deyil. Bu, o metodların həqiqətən 100% işlədiyinin sübutudur. Keçək ikinci hissəyə. Ünsiyyətin qızıl qaydaları, dostları necə qazanmalı və insanlara necə təsir etməli? Bəs siz necə? İşdə ya da evdə kimsə ilə sürtünmə yarananda nə edirsiniz? Avram Lincoln'un belə bir dahyanə sözü var. Bir damla bal ilə siz bir qallon ödənən olduğundan daha çox milçək tutarsınız. Carnegie öz fəlsəfəsini izah etmək üçün bu fikri elə hey təkrarlayırdı. Yəni, əslində məna çox sadədir. Aqressiya, mübahisə, daimi tənqid, yəni o dediyimiz öd, heç vaxt dostcanlı, səmimi və şirin bir yanaşmanın verdiyi nəticəni verə bilməz. Heç vaxt. Özünüzdən dürüstcə soruşun. Biri ilə fikriniz üst-üstə düşməyəndə dərhal hücuma keçib, sübutlar gətirib onu məğlub etməyə çalışırsınız. Düzü, Carnegie'nin bura üçün çox sərt bir qızıl qaydası var. Deyir ki, mübahisədə ən yaxşı nəticəyə nail olmağın tək bir yolu var. Ondan ümumiyyətlə qaçmaq. Çünki tənqid qarşı tərəfin qüruruna toxunur və onu sadəcə müdafiə mövqeyinə sıxışdırır. Heç nə qazanmırsınız. Yaxşı, bəs necə davranmalıyıq? Yeni alətləriniz bunlardır. Əgər haqlı deyilsinizsə, lütfən bunu dərhal və səmimi şəkildə boynunuza alın. İnsanlara əmr verməyi unudun, onun əvəzinə suallar verin. İcazə verin qarşınızdakı adam danışsın, ürəyini boşaltsın və ən böyük sir, qoyun həmsöhbətiniz elə düşünsün ki, o müzakirə olunan dahi ideya əslində elə onun özündən gəlib. Dünyaya o biri insanın gözü ilə baxa bilmək. Bax, əsl təsir gücü budur. Üçüncü hissəyə gəldik, uğurlu natiqin sirləri, o böyük kütlələri necə fəth etməli? Etiraf edək ki, çoxumuz o səhnəyə çıxıb auditoriya qarşısında danışmaqdan dəlicəsinə qorxuruq, düzdür? Amma Carnegie burada çox cəsarətli bir şey iddia edir. Deyir ki, gedin şəhərinizdəki ən savadsız, ən cahil adamı tapın, onu əməlli başlı özündən çıxarın. İnanın mənə, o elə bir ehtirasla, elə bir bəlağətlə danışmağa başlayacaq ki, məşhur natiqlər ona həsəd aparar. Niyə? Çünki o an onun içində qaynayan gerçək bir emosiya, çox güclü bir istək var. Yəni, mükəmməl natiq olmağın təməlində böyük sözlər yox, məhz o dərin əməli istək və sarsılmaz qətiyyət dayanır. Auditoriyanı sehirləmək üçün super bir nümunəyə baxaq. Təsəvvür edin, mən sizə deyirəm, Martin Luther çətin uşaq idi. Kifayət qədər darıxdırıcıdır, hə? Bəs bunun əvəzinə belə desəm, müəllimlər Martin Lutheri gündə 15 dəfə kötəkləyirdi. Səslənişdəki fərqi hiss etdiniz? Konkretlik dərhal diqqətinizi çəkdi. Carnegie hər zaman vurğulayır ki, mücərrəd və ümumi ifadələrdən qaçın, insanların ağlında rəsm çəkin, konkret detallar verin.
Qısacası, bir natiq olaraq çıxış edirsinizsə, hara getdiyinizi mütləq bilməlisiniz. Mətni mexaniki şəkildə əzbərləməyin, sadəcə nə deyəcəyinizi, hansı mesajı verəcəyinizi bilin. Əlinizdə həmişə bir neçə fərqli sonluq variantı olsun ki, insanların reaksiyasına baxıb dərhal manevr edə biləsiniz və eynən tıxacda hərəkət edən taksilər kimi mənasız sözlərin üstündən sürətlə keçib, ancaq ən vacib sözlərə vurğu salın. Dördüncü hissəmiz narahatlığı dayandır və yaşamağa başla. Bəs içimizdəki o daxili rahatlığı necə tapacağıq? Yaxşı, xarici ünsiyyəti qaydasına saldıq. Bəs içimizdə bizi yeyib bitirən o narahatlıq və anksiyete ilə neyniyək? Carnegie'nin və əslində William Osler'in təqdim etdiyi ən dahi həllərdən biri budur. Bugünün bölməsində yaşayın. Yəni, gələcəyin o qorxunc qeyri-müəyyənliklərini, keçmişin kaşkilərini bir kənara qoyun. Axşam yatağa girənə qədər sadəcə bugün üçün yaşayın. Dünən və sabah sizin bu gününüzü zəhərləmək gücündə olmamalıdır. Amma olur axı, hərdən çox böyük bir problemlə üz-üzə qalırıq. O zaman Lewis Carrier'in bu 3 addımlı sehirli formulundan istifadə edin. Birinci addım. Özünüzdən soruşun, mən bu problemi həll edə bilməsəm ən pis halda nə baş verəcək? İkinci, fikrən özünüzü o ən pis ssenari ilə barışmağa hazırlayın. Və üçüncü addım, zaten ən pisi gözə almısınız deyə içinizdəki o dəhşətli panika bir anda yoxa çıxacaq. İndi rahat nəfəs alıb sakitcə düşünün, mən bu vəziyyəti necə biraz da olsa yaxşılaşdıra bilərəm. Bilirsiniz də, bu narahatlıq təkcə beynimizi yemir, həm də bədənimizi məhv edir. Carnegie'nin fiziki cəhətdən dincəlmək üçün çox qəribə, amma təsirli bir köhnə corab analogiyası var. Özünüzü köhnə, illərlə geyilmiş, rezinləri boşalmış bir corab kimi təsəvvür edin. Bəli, gülməli səslənir. Amma gəlin, bütün əzələlərinizi, üzünüzü, gözlərinizi, çiyinlərinizi tamamilə sərbəst buraxın, o corab kimi süsləşin. İş zamanı bunu etmək əsəb yorğunluğunun qarşısını dərhal alacaq. Nəhayət, 5-ci hissə. Bütün bunları gündəlik həyatımıza necə tətbiq edib, daha yaxşı vərdişlər yarada bilərik? Bütün bu möhtəşəm fəlsəfələri səsküylü, dayanmaq bilməyən, məşğul bir iş günündə necə istifadə edək? İcmalımızda Chicago'dan olan bir evdar qadının hekayəsi çəkilir. O kəşf etmişdi ki, insan özünü işlə, fəaliyyətlə tam yükləyəndə beynində narahatlıq üçün heç bir boş yer qalmır. Bir düşünün, daim məşğulsunuzsa, qorxu içəri necə girə bilər? Narahatlıq üçün ən yaxşı dərman elə fəaliyyətin özüdür. Beyin nəsə konstruktiv bir işlə məşğul olanda, o dağıdıcı fikirlər duman kimi çəkilib gedir. Carnegie yorğunluq və təlaşın qarşısını almaq üçün bu 4 sadə amma möhtəşəm iş vərdişini tövsiyə edir. Birincisi, gözünüzün önündəki xaos beyninizdəki xaosdur. İş masanıza ancaq o an məşğul olduğunuz işin sənədləri ilə təmiz saxlayın. İkincisi, hər şeyi bir anda etməyə çalışmayın. İşləri ən vacibdən başlayaraq sıraya qoyun. Üçüncüsü, əgər qərar vermək üçün əlinizdə bütün faktlar varsa, heç nəyi təxirə salmayın, dərhal həll edin. Və dördüncüsü, xahiş edirəm, hər şeyi öz üzərinizə götürməyin. İşləri sistemləşdirin və başqalarına həvalə etməyi öyrənin. Bəli, indi hər şey sizin öz əlinizdədir. O 15 min biznesmenin sınayıb uğur qazandığı qızıl ünsiyyət qaydaları, yoxsa gələcəyi unudub bugünün bölməsində yaşayaraq azad olmaq? Bəlkə insanlara sərtliklə yox, bir damla bal ilə yanaşacaqsınız. Bir şeyi unutmayın. Öyrəndiklərimiz ancaq onları hərəkətə çevirəndə gerçək bir məna qazanır. Odur ki, indi elə bu saniyə düşünün. Bugün o köhnə corab kimi bütün gərginliyi bədəninizdən atıb, bu həyat dəyişdirən prinsiplərdən hansını özünüzə vərdiş edəcəksiniz? İcmalımızı izlədiyiniz üçün çox sağ olun. Növbəti mövzularda görüşənədək.